Zəbur 69-cu məzmur. Musiqi rəhbəri üçün Davudun Şoşənnimusda oxunan məzmuru. Ay Allah, məni qutar, su çıxıb boğazımacan, dərin bataqlığa batmaqdayam, ayaq üstə durmağa yer yoxdur, dərin sulara qərq olmuşam, sellər məni aparır, fəryad eləməkdən taqətim kəsildi, Allahı gözləməkdən boğazım qurudu, gözümün nuru söndü, boş yerə məni nifrət eləyənlər başımın tükündən çoxdur. Haqsız yerə mənə düşmən kəsilənlər, məni məhv eləmək istəyənlər qüvvətlidir. Uğurlamadığım şeyləri necə qaytara bilərəm? Ey Allah, ağılsızlıq elədiyimi bilirsən, günahlarım səndən gizli deyil. Ey ordular Rəbbi Xudavənd, səni gözləyənlər mənə görə qoy utanmasınlar. Ey İsrailin Allahı, səni axtaranlar mənə görə qoy xəcalət içində qalmasınlar. Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü, üzümü xəcalət bürüdüm, qardaşlarıma yad oldum, anamın oğullarına özgə sayıldım. Evinin qeyrəti məni yandırıb yaxdı, səni təhqir eləyənlərin rüsvayçılıq təhqirləri altında qaldım. Oruç tutub ağlamağımı belə mənə rüsvayçılıq saydılar. Mən çula bürünəndə onlara söz oldum. Darvazadakı adamlar məndən qeybət eləyirlər. Sərxoşların dilinin nəğməsinə çevrildim. Mənsə, ya Rəb, sənə dua eləyirəm. Ey Allah, münasib gördüyün zaman bol məhəbbətinə görə mənə cavab ver. Çünki qurtuluşuna etibar eləmişəm. Məni qutar, bataqlığa batmayım. Qoy düşmənlərimdən, dərin sulardan xilas olum. Qoy sellər məni aparmasın, dərinlik məni udmasın. Quyu üstümdə ağzını yummasın. Ya Rəb, mənə cavab ver, çünki məhəbbətin yaxşıdır. Ey mərhəmətli olan, mənə nəzər sal, üzünü bu bəndəndən gizlətmə. Tez cavab ver, çünki əzab çəkirəm. Yetiş, canımı azad elə, məni düşmənlərimdən xilas elə. Başıma gələn rüsvayçılığı, biabırçılığı, xəcaləti bilirsən. Bütün yağılarım qarşındadır, rüsvayçılıq qəlbimi qırdı. Gör, necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı. Hey, axtardım, təsəlli verən olmadı. Mənə yemək əvəzinə öd verdilər. Susuyanda sirkə içirtdilər. Süfrələri onlar üçün tələ olsun. Müttəfiqləri üçün tor olsun. Gözlərinə qara gəlsin, görməsinlər. Belləri onları lərzəyə salsın. Qoy qəzəbin onların üzərinə yaxsın. Qoy hiddətinin qızğınlığı onları tutsun. Düşərgələri viran olsun, çadırları boş qalsın. Çünki sənin vurduğun insanı təqib eləyirlər. Yaraladıqlarının dərdini ona qaxınc eləyirlər. Bu təqsirkarları daha da təqsirkar çıxar. Səndən bəraət almasınlar. Qoy adları həyat kitabından silinsin, salihlərlə yanaşı yazılmasın. Mən məzlumam, dərdliyəm. Ey Allah, sənin qurtuluşun məni ucatsın. Allahın isminə ilahilərlə həmd oxuyacağam. Onu şükürlərlə ucaldacağam. Malqara qurbanından çox bu Rəbbin xoşuna gələcək. Buynuzlu, dırnaqlı buğadan çox bu ona xoş gələcək. Bunu görən məzlumlar qoy sevinsin. Ey Allah axtaranlar, ürəyiniz dirçəlsin. Çünki Rəbb fəqirləri eşidir, öz əsir xalqına xor baxmır. Göy, yer, dənizlər, oradakı canlılar qoy Rəbbə həmd oxusunlar. Çünki Allah Siyonu qutaracaq. O Yahuda şəhərlərini bərpa eləyəcək. Onun xalqı oranı mülk eləyib məskən salacaq. Ora qullarının övladlarına irs olaraq qalacaq. Allahın ismini sevənlər orada sakin olacaq.